Ceyhun, yəqin siz də istələmişsiniz. Elə bizim qulaq asanlar da istələyib. Bakının dərdi bilirsin nədir? Bakının birinci dərdi sürücülərin başqasının zolağına qəflətən daxil olmasıdır. Bax, bu qoymur bizi maşının sürməkdən həzz almağa. Hər an biz gözləyirik ki, birdən eləyərlər və birdən də eləyirlər. Amma maraqlısı odur ki, bundan böhründə gedən maşından gözləyirsən, o eləmir. Gözləmədiyin eləyir. Ona görə biz hamıdan gözləməliyik. Deməli, mən tələbələrə də deyirəm ki, qabağında gedən maşından qorxma. Sən maşını ara məsafəsini elə saxlayırsan ki, sən onu heç vaxt vurmazsan. Və sən arxadakı maşından qorxma. Sən ara məsafəsini elə saxlayırsan ki, sən istənilən halda qarşındakı kəskin tormozda versən, sən ehmallı tormoz verəcəksən, səni vurmayacaqlar. Deyir, bəs kimdən qorxum? Deyir, sağında və solunda olanlardan. Səninlə paralel gedənlərdən. Bax, təcrübəli sürücülər bu dəqiqə bizə qulaq asırlar. Yeni sürücülər də baxırlar, qulaq asırlar. Onlar da yəqin ki, bax, bu problemi, problemdən yazacaqlar bizə. Ən böyük dərdimiz qaydasız döyüşlərdə olduğu kimi qəflədən qabağımıza avtomobillərin çıxmağıdır. Bəs bunu neynəmək olar? Deməli, və bir dənə də maraqlı bir şey var. Ceyhun, o həmin birinci bölməyə aiddir. Ceyhun, tutaq ki, gedirsiniz yolla. Sizin zolağınız boşdur. 3 zolaqlı yoldur. Heydər Əliyev prospekti. 2-ci dərəcəli yol. 3 zolaqlı yol. Sol zolaqda maşınlar biraz yavaş-yavaş gedir. Sağ zolaqda yavaş-yavaş gedir. Sənin zolağın bomboşdur. Bomboşdur, bəli. Sürəti artırma Ceyhun və hörmətli dinləyicilər, sürəti artırmayın. Çünki boşluğu görən kimi 10 nəfərdən 3-ü qəflətən, özü bir var dönmüş ışıqlarını yandırsınlar, ehtiyatdan keçir. Yox, bir balaca, elə bir ki, hətta uzun yolu yox, 2 metr, 3 metr məsafə görən kimi özlərini ora atırlar. Bu çox qorxuludur, bu çox qəzaların səbəbidir, özünüzü qoruyun.